Sinifdə də o qədər qızlar var ki, çox istəyir ki, mən elə bu sinifdə meyil eləyəm. Durdum, dedim, yalandan danışım, müəllim tutsun, papam da bilməsin də. Dedim, müəllim, mövzu nədən ibarət? Dedim, mövzu ağ qoyunlar, qara qoyunlar dövlətindən. Səfərlər. Dedim, o vaxtı şey oldu, özdə belə dayanmışam, belə. Deyir, düzdür, düzdür. Elə eləmiş, yəni yazığı gəlsin, gəlmir də, yəni keçmir hərəkətdə. Dedim, o vaxtı ağ qoyunlar şey oldu. Yenə həmən variant. Yox, udğunla vaxt qazanır. Ağ qoyunla qara qoyunlar azın mağarasında. Heç dəxli yoxdur azın mağarasında. Bilmirəm. Müəllim də deyir, nə tərfəqan? Ki, o vaxtda ildırım çaxdı, qoyunlar pişdi də orada. Ondan sonra onlar dedilər ki, onlar azın mağarasında yaşayan deyir ki, bunu belə pişmiş, belə dadı da, bunu belə yiyək. Dedi, müəllim, düz danışır fəqan. Dedi, yox, elə bir fəqan qarışdırdı. Qoyunlar pişmədi orada. Amma indi biz deyirik, gülürük, keçək günə, amma həqiqətən valideynlər uşağı döyə-döyə deyil, sevə-sevə öyrətməyə lazımdır. Yəni o ağ qoyunları mən pişirəndə ildırım, əslində o başqa şey olur, qarışdırdım mən. Təbii ki.